Azərbaycanda vəkillərin ümumi sayı 2609 nəfərdir. Bugün daha 102 namizəd vəkil and içərək kollegiya üzvü olub. And içmə mərasimində çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vəkillərdən 11-i regionlarda, 91-i isə Bakıda fəaliyyət göstərəcək. Vəkillər Kollegiyasının rəisət heyətinin geniş tərkibli iclasında həmçinin bildirilib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib. Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728-i vəkil andı içərək kollegiya üzvlüyünə qəbul olunub. Bu il üçün böyük hədəflərimiz var. Əvvəla məlum olduğu kimi ölkədə suverenlik və konstitusiya ili olduğu üçün kollegiyada bir hüquq təsisatı olaraq həmin bu illə bağlı müvafiq tədbirlər, silsilə tədbirlər keçirəcək. Həm bölgələrdən Bakıda konferanslar, müzakirələr təşkil olunacaqdır. Eyni zamanda bu yaxınlarda may ayının əvvəlində Gəncə şəhərində ilk dəfə olaraq Vəkillər Kollegiyasının böyük bir regional mərkəzinin açılışı mərasimi baş tutacaqdır.